mərhələ adlayacaq. Sözsüz ki, favorit Turan Tovuzdur. Qarşılaşma start götürdü. Hər iki komandaya uğurlar arzuluyuruq. Güclü olan qazansın ən əsası. Ayxan Hüseynov indi sürətinə güvənərək irəliyir. Ayxandan sola Rəhim Sadıqov. Rəhim, qüvvətli zərbələri var. Ayxan Hüseynovla paslaşdı. Yaxşı ötürmə gəlir. Ayxanın zərbəsində qapçı İbrahim Bağırov. Zərbə gördük. Oyundan kənar vəziyyət yox idi. Rəhim Sadıqov, Ayxan Hüseynov. İşbirliyi az qalsın qolu gətirəcəkdi. İlk qurtarışı İbrahim Bağırovun. Top qapıya gedirdi. Həmin o toxunuş olmasaydı. Xəyal irəli ötürmə etdi. Veysel Rızayev. Top Vacidə. Vacinin zərbəsi və qol. Hesab açılır. Qüvvətli zərbəni dəf edə bilmədi İbrahim Bağırov. 1-0. Önə keçir Turan Tovuz. İbrahimanın zərbəsindən sonra İbrahim Bağırov topu qapısında görür. Müdafiəçilərin də biraz səhvi vardı bu qolda. Çünki cərimə meydançasında heç kim topa tərəf getmədi. Vacinin zərbəsində isə İbrahim Bağırov topu qolun altından buraxır. Top Abdullah Rızayevdədir. Abdullah uzaqdan zərbə indirir. Top dirəkdən qayıtdı. Qayda pozuntusunu gördü. Bu isə Turan Tovuzun ikinci qola yaxınlaşdığı epizodun təkrarıdır. Abdullah Rızayev. 9'luğu nişan almışdır Rızayev. Sağ ayağıyla uzaq 9'luq. Amma zərbə qollar nəticələnmədi. Şəhriyar Əliyev qapıya baxır. Şəhriyarın zərbəsində qapçı İbrahim Bağırov komandasını xilas edir. Reaksiyası İbrahim Bağırovun top bir qədər yüksəkdən gəldi. Elə mərkəzə doğru. Ayxanın ötürməsi cərimə meydançasına başla zərbə 2-0. Az öncə uzaqdan zərbə indirən Şəhriyar Əliyev istəyənə çatmamışdı, indi isə başla topu qapıya göndərir. Şəhriyar Əliyev qolun müəllifidir. Ayxan yaxınlaşdı. Ayxanın zərbəsi top qapıdan azca aralı keçir. Müəyyənləşir Ayxan. Son 2 mövsümdə Azərbaycan Kuboku yarışlarında iştirak edir. Turan Tovuzun indi hücumunda Vaci, amma zərbədən sonra top qapıdan aralı keçir. Rəqib qapçının üzərindən o törtüyünə də təmas etdi. Yol üstü top və istiqamətini biraz da dəyişdirdi. 40-cı dəqiqəyə gəlib çatdıq. Fərid Yusifli. Dinamo heyətində İsmail İsmailov. Qurban Berdiyev indi ayaq üstə maça tamaşa edir. Yer gəlmişkən noyabr ayının 2'sində Şamaxı ilə görüş Tovuz şəhərində keçiriləcək. Bu barədə danışdığımız anda 3-cü qol vurulur. Daha bir baxımlı hücum. Topu uzaqlaşdırma mümkün olmur. Ayxan Hüseynov sol ayağıyla qapını nişan alır. Əla zərbə idi Ayxan Hüseynovdan. Fikrimi tamamlayım. Növbəti tur, 10-cu tur qarşılaşması noyabrın 2'sində keçiriləcək. Ayxan Hüseynov Vacidən mərkəzə Rəmsad o topu topu. 'Vaciyə qaytarır. 'Vacinin zərbəsi və 4-0. 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
İbrahim Avaci özünün ikinci komandasının 4-cü qolunu vurur. İbrahim Avaci. Baxımlı təşkil olunan hücum. Vacinin dəqiq zərbəsi ilə bitdi. Elmin Qaçaylı ilk qolu buraxdıq oyunda. Özünün ilk qolunu Qaçaylı top ayaqları arasından buraxır. Xəyal Nəcəfov topuna müdaxilə var. Əks hücumda yaxalaya bilər rəqibini Dinamo. Uzaqdan zərbə. Xəttir üzərində müdaxilə var. Qola imkan vermədi. Nöqtədə topu uzaqlaşdıran, komandasını %100 qoldan xilas edən top qapıya gedirdi. Bunu gördük. Həmin o fərqi yaradır. Tural Bayramlı. Ayxandan Rəhim Sadovun önünə. Rəhim qapı qarşısına göndərir və top qapıdan aralı keçdi. Qol ötürməsi üçün hər şeyi doğru etmişdi. Baxın. Yəni, penaltidən Tural sağda Vüqar Bağırovla oynadı. Vüqar solla çəkir. Zərbəsi isə qeyri-dəqiq alınır. Oyundan kənara vəziyyətdə deyildi. Topu qəbul edir. Daha sonra soluna çəkib zərbə indirir. Zərbəsi də təhlükəli alındı. Top tirin üzərindən keçir. Paykacı gözləyir komanda yoldaşlarını. Ötürdüyü nöqtədə Dinamo oyunçuları var. İndi 5-ci qolu vurmaq olardı, amma Elçin Qasımov. Sonda top. 4-cü hakim Niyaz Əhmədov. Əlavə olunca dəqiqələri göstərəcək Faykacıyev. Qapı qarşısına göndərir və 5-0. 5-ci qol vurulur Dinamo'nun qapısına. Murad Dadaşevdir. Epizodun təkrarına baxırıq. Oyundan kənarı vəziyyət yoxdur və qarşılaşmanı yekunlaşdırır Əli Əliyev. Əlavə vaxta ehtiyac qalmır. Ehtiyac görmür deyək. Bu daha doğru olar. Heç Orxan Novruzov da meydana daxil olmağa fürsət tapmadı və beləliklə qarşılaşma başa çatır. Turan Tovuz 5-0 hesablı qələbə ilə adını 8-1 finala yazdırır.